Nəzərlər Davosa dikilib. Dünyanın aparıcı dövlət və hökumət başçılarının biznes, media, eyni zamanda vətəndaş cəmiyyəti liderlərinin bir araya gəldiyi toplantıda 130 ölkədən nümayəndə iştirak edir. Bu forum təsir və əhatə baxımından ən böyük forum kimi dəyərləndirilir. Dünyanın siyasi, iqtisadi nəbzi Davosda döyünür. Qlobal qərarların, yeni tərəfdaşlıqların və strateji yol xəritələrinin cızıldığı bu məkanda Azərbaycanın da səsi eşidilir. Prezidentin Davos İqtisadi Forumunda iştirakı təkcə beynəlxalq tədbirdə iştirak deyil, həm də ölkəmizin artan siyasi çəkisinin, iqtisadi etibarlılığının və qlobal proseslərdə söz sahibinə çevrildiyinin növbəti təsdiqidir. Mən çox şadam ki, müstəqillik illəri boyunca biz çox sıx İş münasibətlərini bütün qonşu ölkələrlə formalaşdıra bildik. Yəni Ermənistan istisnaidir məlum səbəblərə görə, amma hazırda artıq de facto formalaşıb, əldə edilib, artıq iqtisadi əməkdaşlığa Ermənistanla və məhsullar ixrac olunmaqdadır. Azərbaycan nəqliyyat kargoların türkçülərin Ermənistana gedən Qazaxıstandan, Rusiyadan artıq olan qadağanı aradan qaldırıb. Davos İqtisadi Forumu həm yeni əməkdaşlıqlar, həm də dövlət və şirkətlərin əlaqə imkanlarını genişləndirmək üçün bir fürsət hesab olunur. Azərbaycanın 2020-ci ildən sonraki əldə etdiyimiz zəfər qələbəmizin nəticəsi olaraq Avropa ölkələrinin Azərbaycana münasibətinin ciddi şəkildə dəyişməsi və eyni zamanda 8 avqust 2025-ci il tarixdə Ermənistan-Azərbaycan müqavilənin paraflanmasından sonra Azərbaycan düşünürəm ki, bu forumda artıq yeni bir simada təqdim olunur. Çünki Azərbaycan ölkə prezidenti də bunu qeyd etdi, artıq 5-6 aydır ki, sülh şəraitində yaşayır və bizim müstəqilimiz dövründə biz indiyənə qədər sülh şəraitdə yaşamamışıq və 5-6 ayın içində Ermənistan-Azərbaycan tərəfindən həmin imzalanmış 8 avqust tarixli müqaviləyə uyğun olaraq öhdəliklərin yetilməsinin ardıcıllığını biz görürük. Millət vəkili onu da deyir ki, Cənubi Qafqazda lider mövqeyə malik olan ölkəmiz hər il sosial, iqtisadi, siyasi, enerji, nəqliyyat və digər sahələrdə uğurlar əldə edir və bu nailiyyətlərə dünyanın marağı getdikcə daha da artır. Elə bu forum çərçivəsində də Prezident İlham Əliyev müxtəlif ölkələrin liderləri, iri şirkət rəhbərləri ilə məhz qarşı tərəfin istəyi və xahişi ilə görüşlər keçirir, müzakirələr aparır ki, bu isə yeni əlaqələr və əməkdaşlıqlar üçün fürsət olur. Azərbaycanın Cənubi Qafqazdakı rolu bir neft-qaz ixracatçısı kimi öz mövqeyinin qorunması, həmçinin nəqliyyat, logistik, tranzit məsələlərdə önəmli bir tərəfdaş kimi çıxış etməsi, həmçinin Cənubi Qafqazda bir söz sahibinə çevrilmiş, ciddi və güclü iqtisadiyyata malik olan, sülhün bərqərar olunmasında atdığı addımlarına görə təbii ki, Avropa və bütün dünyanı, dünya ölkələrini, eləcə də iri maliyyə tutumlu şirkətlərin bir mənalı olaraq marağındadır. Azərbaycana bu forum nə verir? Bu suala cavab olaraq hesab edirəm ki, bu birinci növbədə bizim reputasiyamız, imicimizdir. Beləliklə Davosda keçirilən görüşlər, verilən açıqlamalar bir daha göstərdi ki, Azərbaycan qlobal siyasətdə və iqtisadi proseslərdə artıq müşahidəçi deyil, fəal tərəfdaş kimi çıxış edir. Tərəfdaşların artması, əməkdaşlıq etdiyi ölkələrin genişlənməsi onu da göstərir ki, Azərbaycan bölgədə sülh və sabitliyə töhfə verən yeganə və tək dövlətdir. Bəturə Nəbiyeva, Nadir Cəllov, Space.